Paytaxtda taksi sayı kəskin azaldılıb, ancaq nə avtomobil azlığı özünü göstərir, nə də tıxac problemi həllini tapır. Rəsmi məlumatlara görə 2023-cü ildə operatorlar tərəfindən idarə olunan taksilərin sayı 67 mindən artıq idisə, hazırda bu say 23 minə endirilib. Sayın aşağı salınması ilə tıxacın da nisbətən azalacağı ehtimal edilirdi, lakin vəziyyət dəyişmədi. Hüquqşünas Ərşad Hüseynov deyir ki, taksi fəaliyyətində şəffaflığın yaradılması, istismara yararsız avtomobillərin xəttdən kənarlaşdırılması tıxac probleminin həlli üçün məqbul sayılmır. İctimai nəqliyyat o çıxan taksiləri əvəz eləyə bilmir. Problem odur. Və dövrədən çıxan taksiləri daha çox fərdi avtomobillər əvəz elədi. Tıxac o vaxt azalacaq ki, mükəmməl ictimai nəqliyyat sistemi qurulsun. O istiqamətdə addımlar atılır, amma hələ mükəmməllikdən çox uzaqdadır bu sistem. 160 ədəd elektrik mühərrikli avtobus gətirildi, amma bunun qarşılığında dövrədən çıxarılan və yaxud da çıxmalı olan yüzlərlə avtobus var. Bakı və Abşeron yarımadasını nəzərə yetirsək, burada avtobusa olan ehtiyac indikinin bəlkə də 2 qatı qədərdir. Ərşad Hüseynovun sözlərinə görə 40 mindən çox avtomobilin taksi fəaliyyətindən kənarlaşdırılması həmin nəqliyyat vasitələrinin istismardan çıxarılması anlamına gəlmir. Həmin minik vasitələrinin böyük bir qismi Bakıda, qalanları isə rayonlarda fərdi şəxslər tərəfindən satın alındı. Azərbaycanda avtomobilləşmə səviyyəsi cəmi 15-16%-dir. Bu o deməkdir ki, məsələn, inkişaf eləmiş ölkələrlə müqayisədə bunun hardasa 4 dəfə artmaq ehtimalı var. Ona görə də taksi kimi Bakı şəhərində dövrədən çıxan avtomobillərə həmişə bizim rayonlarda müştərilər var, özü çox belə həvəslə onları gözləyirlər və Bakı şəhərinin elə özündə, Abşeron yarımadasının özündə sadəcə taksi kimi yox, fərdi avtomobil kimi onlar işə yarayırlar. Ona görə də həmin avtomobillər dövrədən çıxsa da qısa müddətdə indi biraz ucuz, biraz normal qiymətə satıldı, hamısı çıxdı getdi. Ərşad Hüseynov onu da bildirib ki, tıxac probleminin həlli üçün əsas addım xətlərdə avtobus sayının artırılması, metro stansiyalarının inşası, bir sözlə ictimai nəqliyyata əlçatanlığın artırılmasıdır. Əks təqdirdə yaxın gələcəkdə paytaxt yollarında vəziyyət daha da acınacaqlı olacaq. Xələf Xələfov, Əli Cəfərov, Namiq Hüseyev, Xəbər Ertəsi.